Salam əziz dostlar, mən sizə ücb haqqında bir ayə istəyirəm qeyd eləyim. Tövbə surəsi 25-ci ayədə buyurur ki, Allah Teala Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn döyüşündə, vuruşunda o gündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, o xoşunuza gəlməsi ifadəsi budur. İz a'cabətkum, özünüzə ücb elədiniz, xoşunuza gəldi. O çoxluğunuz sizin xoşunuza gəldi. Bu çoxluğun xoşa gəlməsi nə ilə nəticələndi? Müharibənin çox çətin keçməsi ilə nəticələndi və nəticədə bəzi müsəlmanlar geriyə çəkildilər, qaçdılar. Düzdür, sonradan qələbə əldə elədilər həmin döyüşdə. Amma o cəza olaraq Allah Teala onlara anlatdı ki, sizin özünüzün çoxluğunuz, özünüzü bəyənməyiniz müəyyən bir çətinliklə nəticələndi və ona görə də heç vaxt özünüzü bəyənməyin, özünüzün çoxluğunuza etibar eləməyin, özünüzün çoxluğunuzdan razı olmayın, özünüzün hər hansı bir işinizdən razı olmayın ki, bu iş dəyərə minsin. Çox sağ olun.